Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Öhrəm Musayeva, rejissor pult arxasında Mina xanım Mamayeva. 5-ci Çağırış Respublika Xalq Yığıncağının 42-ci sessiyasında Nazirlər Kabinetinin üzvləri, federal mahiyyətli və Respublika icra hakimiyyət orqanlarının rəhbərləri, siyasi partiyaların və ictimai təşkilatların kütləvi məlumat vasitələrinin nümayəndələri iştirak edib. Sessiya gedişində Respublikanın Munisipal Qurumlar Şurası Assosiasiyası ilə qarşılıqlı fəaliyyət üzrə Dağıstan Respublika Dövlət Hakimiyyət orqanlarının səlahiyyətləri barədə 2015-ci ildə təqaüdlərə əlavə sosial ödənişlərin müəyyən edilməsi üçün Dağıstan Respublikasında təqaüdçülər yaşayış minimumu məbləğinin müəyyənləşdirilməsi barədə, o cümlədən Mahaçqala şəhər statusunun şəhər daxili hissələrə bölümlə şəhər dairəsi statusu ilə əvəz edilməsi barədə qanun layihəsinin qəbulunda vətəndaşların rəyinin nəzərə alınması barədə layihələr müzakirə olunub. Deputatlar Dağıstan Respublikasının İctimai Palatası barədə, Dağıstan Respublikasında fərdi həyətyanı təsərrüfatlar haqda, uşağa aylıq müavinətlər barədə, Dağıstan Respublikası ərazisində meşə münasibətlərinin nizamlanması haqda Respublika qanunlarına da dəyişikliklər yer ediblər. Deputatlar eləcə də bazarları və vətəndaş vəziyyəti aktlarının qeydiyyatı idarəsini Mahaçqalanın şəhər kənarına çıxarılması təklifi ilə çıxış etmişlər. Müvafiq təklifi Ədalətli Rusiya fraksiyasının deputatı Kamil Davdiyev səsləndirib. Cari ildə Dağıstanda büdcə işçilərinə əmək haqları 111% artaraq 18.000 rubl təşkil edib. Müvafiq məlumat Respublika rəhbərinin iştirakı ilə keçmiş müşavirədə ölkə prezidentinin may fərmanlarının tətbiqi məsələsi müzakirə olunarkən səslənib. Təhsil, səhiyyə, mənzil, kommunal xidməti sahələrinə toxunulub və qeyd olunub ki, əmək haqları ilə yanaşı müvafiq sahələrdə çalışanların, eləcə də məmurların apardığı işlərin keyfiyyəti artımına da nail olunmalıdır. May fərmanlarının tətbiqi çərçivəsində səhiyyə sahəsi xüsusi diqqət mərkəzində saxlanır. Dağıstanda doğum göstəriciləri 3% artıb. Ölüm halları təxminən 1%-ə yaxın aşağı enib. Yol nəqliyyat hadisələri nəticəsində ölüm hallarının sayı isə artıb. Cari il gedişində Respublika yollarında 300 nəfər həlak olub. Respublika rəhbəri tədbir gedişində qeyd edib ki, cari ildə Respublikada sanitar aviasiyasının iş təminatının bərpası sayəsində tibbi xidmət səviyyəsini müsbət səmtə istiqamətləndirmək mümkün olacaq. Bununla belə Dağıstanda sanitar epidemioloji vəziyyət gərgin olaraq qalır. Oktyabr İnqilabı kanalından 22 ton zibilin çıxarıldığı buna dəlalət edir. Nəzarət edici orqanlar bu əlaqəli işləri yoxlamalı olacaqlar. Yedinaya Partiyanın Dağıstan şöbəsinin siyasi şurasının müşavirəsində may fərmanlarının tətbiqi ilə əlaqədar qeyd olunub ki, həkimlərin və müəllimlərin əmək haqlarının artımına 2 milyard vəsait ayrılmışdı. Əliyetər təhsil və müəyyən kateqoriyaya daxil vətəndaşlar üçün mənzil proqramına xüsusi diqqət ayrılıb. Respublika Parlamentinin spikeri Xizri Şıxsəyidov inflyasiyanın may fərmanlarının tətbiqinə xələl gətirəcəyini və büdcənin ixtisarı ehtimalının da təsir göstərə biləcəyini qeyd etdi. Büdcəyə daxil olmalı gəlir 15%-ədək aşağı enə bilər və bütün regionlarda mövcud bu sahəli vəziyyət eyni ilədir. Dağıstanda uşaq bağçalarının inşası üzrə proqram da diqqət mərkəzində saxlanmalıdır. Bugünə 60.000 uşaq bağçalara növbədədir. Qeyd edək ki, doğum göstəriciləri üzrə Dağıstan İnquş Respublikasının ardınca ölkədə ikinci yerdədir. Oktyabr ayının 30-u Rusiyada siyasi repressiya qurbanlarının xatirə günü kimi qeyd olunur. Bugün ölkəmizin və Respublikamızın tarixində əsassız repressiyalara məruz qalmış, əmək islah düşərgələrinə, məhbusxanalara göndərilmiş, nahaq qətlə yetirilmiş günahsız qurbanlar xatırlanır, faciəli səhifələr yada salınır. Bu tarix ölkəmizin tarixi ilə bağlı ən ağır səhifə çərçivəsində müəyyən edilmişdi. Kütləvi terror gedişində günahsız qurbanların sayı milyondan çox idi. Adamları xalq düşməni kimi qamçılayaraq bütün hüquqlarından məhrum edib istintaqsız, məhkəməsiz güllələyir, sürgünə göndərir, deportasiya edirdilər. O illər milli faciə illəri kimi yaddaşlarda yaşamaqdadır. Təəssüflər olsun ki, elə bugünün özündə belə bu qurbanların hansısa ali dövlət marağının qorunub saxlanılması üçün gətirildiyini qeyd edənlər tapılır. Halbuki insan həyatından qiymətli yer üzündə heç nə ola bilməz və bu cinayətlərə haqq qazandırmaq
qeyri-mümkündür. 2004-cü ildə Respublikanın Əmək və Sosial Tərəqqi Nazirliyində repressiya olunanlara yardım məqsədi ilə siyasi repressiyaya məruz qalanlara sosial yardım haqda qanun qəbul edilib və müvafiq kateqoriyaya daxil vətəndaşlar üçün bu qanun çərçivəsində nəzərdə tutulan güzəştlər tətbiq edilir. Maşqalada artıq 20-ci dəfə Gələcəyə Addım Ümumrusiya konfransının şəhər mərhələsi start götürüb. Bu çərçivədə artıq 20 ildir ki, Respublikamız Bauman adına Moskva İnstitutu ilə əməkdaşlıq edir. Əlbir fəaliyyətin başlıca məqsədi gənc alimlər hazırlamaq və məktəbliləri elmə həvəsləndirməkdir. Müvafiq tədbir rəngarəng konsert proqramı ilə baş aldısa da, sonra öz işini seksiyalarda davam etdirdi. Qeyd etmək yerinə düşər ki, Gələcəyə Addım Ümumrusiya konfransının Mahaçqala şəhər mərhələsində 300-dən artıq məktəbli 4-11-ci sinif şagirdləri öz işlərini müdafiə edəcəklər. Respublikanın Sənaye, Ticarət və İnvestisiyalar Nazirliyinin sirayəti ilə Dağıstanda Avropa İnformasiya Məşvərət Mərkəzi açılıb. Dünyanın 54 ölkəsində 250 regional konsorsiyumları birləşdirən müvafiq mərkəzlər artıq Rusiyanın 44 regionunda fəaliyyət göstərir, innovasiya və sahibkarlığı dəstəkləyir. Yeni açılmış mərkəz Dağıstanlı sahibkarlara xarici bazarlara çıxmaqda və Respublikadan kənarda biznes üzrə partnyorlar aramaqda yardımçıdır. Kiçik və orta sahibkarlığa məşvərətçilik edir, Rusiya və Avropa biznes adamları arasında potensial işgüzar əlaqələrin axtarışına köməklik göstərir. Beləliklə, Respublikamızda fəaliyyətə başlamış Avropa İnformasiya Məşvərət Mərkəzi təmənnasız olaraq kiçik və orta sahibkarlığın dəstəklənməsi proqramı çərçivəsində iş aparır. Dağıstan Respublikasının Əmək və Sosial Tərəqqi Nazirliyində 2014-cü ilin 9 ayı üzrə iş yekunları nəzərdən keçirilib. Çıxışlardan bəlli oldu ki, Dağıstanda əhalinin məşğuliyyət mərkəzləri tərəfindən Respublika hüdudlarından kənarda 600 nəfər işlə təmin edilib. Onların 213-ü Krasnodar diyarında, Moskva və Penza vilayətlərində, Yamala, Nenetsk və Xanты-Mansisk muxtar dairələrində çalışır. Müvafiq dövr ərzində hətta video söhbət rejimində çox sayda vakansiyalar üzrə yarmarkalar təşkil edilmişdi. Müşavirə gedişində əhalinin məşğuliyyəti üzrə mobil mərkəzlərin fəaliyyəti də diqqətdən yayınmadı. Bugünə Dağıstanda 18 mobil mərkəz iş aparır. Onlar mikroavtobuslarla təmin olunub. Bu da il boyu müvafiq sahəli səyyar işlərin təmininə imkan verir. Dağıstan Respublikasının Əmək və Sosial Tərəqqi Nazirinin müavini Abu Müslüm Xanipovun sözləri ilə mobil mərkəzlərin istifadəsi əhaliyə gərəkli məlumatın çatdırılmasına, dövlət xidmətlərinin əldə edilməsinə yardım göstərir. Siz son xəbərləri dinlədiniz.